أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم. Evlenme niyetinde olanlar dininize göre evlenin. Hiç kime itaat etmeyin bu işte. Yani dininizi hedefleyin. Atam belə deyir, anam belə deyir, o necə baxacaq, bu necə baxacaq. Yəni nədir İslamda əsl evlənmək üçün? Əqidə. Oxudum bir yaz, zikr etdim. Sahabənin içərisində öndə gedənlərdən Abdullah bin Ravaha bir qara dərili kənizlə evlənib. Hamı onu qınıyıb. Allah kimi təmidə çıxardıb. Abdullah bin Ravahanı ki, səhv edib qınıyırsınız. O bir kölə müşrikdən xeyirlidir. Dünyanın ən yaraşıqlı, ən zəngin bir müşrikündənsə əqidəsi səhih olan ən axırıncı birisi. Dünyada heç kimi tanımadığı müsəlman yaxşıdır. Birinci bunu hədəfləyin. Nəyi? Dini, əqidəni, ailəni buna görə qurun. İkinci, Allah Resulü Aleyhisselatü Vesselam hədisdə irşad etdiyi kimi, əgər sizin yanınızda bir dinindən və əxlaqından razı qaldığınız kəs gəlsə, nə edin? Evləndirin. Yoxsa böyük fitnə fəsad olacaq. Din, birinci dindir. Sonra əxlaq. Yəni belə buna baxmaq lazımdır. Yoxsa indi insanlar nəyə baxırlar? Neçə yaşı var? Harada işləyir? Nəyi var, nəyi yox? Ancaq bunu eləyənlər kimlərdir? Müsəlmanlar, özlərinə müsəlman deyənlər. Əqidəni deyirlər, sonra düzəldərik. Gəlsin qohum olaq. Sonra yavaş-yavaş danışarıq, görək kiminə görür. Bu məsələyə necə baxır. Girmirlər bu söhbətlərə. Ailə söhbəti, evlənmək söhbəti ortaya düşən kimi birinci şeytani şeylər gəlir. Kriteriyalar. O nədir, haraldı, yaşı nədir və s. və ilə axır. Əqidə çöldə. Çöldə çıxıb danışırsan, Abu Yunusu nə görürsən? Küçədə, bazarda. İkisi insanlardılar var, riyakar insanlardılar. Arvada gələndə, evlənməyə gələndə dünya və küçədə danışmağa gəlindikdə isə orada barbar bağırır. Və insanların durumu budur. Nəinki İslamda müşrik qadınla nicah, müsəlman qadını müşrik kişiyə nicahlamaq, bunu qoy bir kənara. Heç əhl-i sünnətə müxalifət edən firqələrlə belə şiddətli sözlər deyirlər əhl-i sünnət alimləri. Misal üçün İmam Məlik, İmam Əhməd, İmam Şafi, İshaq bin Rahavey suallar verilib, doludur bütün kitablarında, əhl-i sünnətin mənbələrində. Qədəri ilə evlənmə, rafizi ilə evlənmə, əşşari ilə evlənmə, bidətçi ilə evlənmə. Ya İmam Məlik rahiməhullah sual verirlər, deyir ki, qədəri evlənməyin, evləndirməyin, qız verməyin. Xaricilərlə Allah Resulü Aleyhisselatü Vesselamın nəvəsi Həsən bin Ali çox qadınla evlənib. Bir dəfə biri ilə də nişanlanır. Sonradan bilir ki, xarici etiqadındadır qız. Deyir ki, bitdi. Yəni deyin ki, mən evlənməyəcəm. Niyə? Deyir ki, mən cəhənnəmin bir parçasını odu, köksümə deyib sıxa bilmərəm. Vaz keçir yəni. Ya sözləri var əhl-i sünnət imamlarının. Misal üçün Şeyxülislam Zəkəriyyə Əl-Ənsari rahiməhullah deyir ki, Fəthül Vəhhab adlı əsərində deyir ki, Fəleysə fəsiq kəf'u afifətin. Fasik bir kişi, afifə, iffətli, yəni dini səlim, salamat, tam olan bir qadına tay deyil. Nədə? Nicahda. Hələn kafiri qoy bir kənara. Fasiki deyirlər ki, olmaz evlənmək. Deyir ki, Şeyxülislam Zəkəriyyə Əl-Ənsari deyir ki, Fəleysə fəsiq kəf'u afifətin. Fasik, afifənin tayı deyil, uyğun deyil. Yəni, nicahdan gedir söhbət. Və innəmə yukafi'uhə afif və inləm yəştəhir bisəlah şöhrətihə bihi. Deyir ki, ona tay olan, yəni əsl müsəlman, iffətli qadın, yəni fasiqə olmayan qadın, ona tay olan bir iffətli kişidir. Heç salihliklə məşhur olmayan bir kəs olsa da belə. Və sonra deyir ki, vəl-mübtədi, bidətçi. Deyir ki, bidətçi vəl-mübtədi leysə kəf'u sünniyyətin. Bidətçi bir kişi sünni bir qadına tay deyil. Kəbində olmaz yəni. Hələn şirki, küfrü qoy bir kənara. Fasik, bidətçi bir müsəlmanla belə doğru deyil. Niyə? Allah Azze və Cəllə deyir ki, Nur surəsinin 3-cü ayətində Əz-zəni lə yənkihu illə zəniyyətən. Zinaşar kişi yalnız özü üçün bir zinaşar qadınla nicah edə bilər. Yəni tay olmalıdırlar. Fasiqə bir
qadını iffətli bir, salih bir kişiyə evləndirmək tay deyirlər ayətə görə. Və bunda da ixtilaf yoxdur. Salihə bir qadını da aparıb bir fasik bir kişiyə nikah etmək deyil, doğru. Tabaqat-ül Hənəbilədə keçir, Əhməd ibn Həmbərə bir qadın deyir ki, evlənmişəm, sonra bilmişəm ki, kişi şəribül xamr, içki içəndir. Deyir ki, sənin tayin deyil. Boşamır məni deyir, xülü talaqından boşa. Xülü talaq, yəni fəsx et. Mehrini qaytar, boşan. Kimlə? Fasiklə. Ancaq bu gün necə də insanlar, baxın, bu cəhmiyə dəvətçiləri var Azərbaycanda, Mədinə tələbələri. Namaz qılmayan kişiyə namaz qılanı evləndirirlər. Qatıb qarışdırırlar belə. İçki içənə, qumarbada bir niqablı qadını evləndirirlər. Bir yerdə evli olub, biri namada başlayıb, iffəti var, əqidəsi olmasa da sual verirlər Mədinə tələbələrinə, sən səbr et, davam elə, düzələcək. Olmaz. Sonra belə valideynlər var. Baxsan ki, özü dini yaşayır, lakin qızını ərə verməyə gəldikdə baxmır. Qızını ərə verir bir dinsizə ki, düzələr. Qeyrətsiz insanlardılar. Elə bir ki, qızının namusunu xərcləyir ki, kimsə iman gətirəcək. Və sən qızı verirsən ona ki, o düzələr. O düzələnə qədər xərclənir, axı sənin namusun işlənir. Belə din mi olur, belə dəvət mi olur? Olmur. Bu işlər bizim dinimizdə, Allah Azələ və Cəllənin şəriətində bu şəkildədir. Müşriklə müsəlmanın nikahı olmaz. Bir yerdə varsa fəsx edilməlidir. Kim belə evliliyə razı olursa, kim bu şeyləri halal görürsə, müsəlman deyil o şəxs. Müsəlmansa mürtəd olur. Kim buna rıza göstərir, kim bu kəbini kəsir bilərəkdən. Müsəlman, müşrik bir yerdə yaşayırsa, bu böyük günahlardandır. Lakin buna kəbin kəsmək. Kəbin nədir? Halallaşdırma məclisi, mehir, şahid. Razılıq edir insanlara buna. Küfürdür bu. Hansı babdan? Haramı halal etmək babından. Yəni, bu şeyləri nə üçün danışıram? Bu dəvət qorunsun. İndi mən danışıram. Kimlərsə əməl edəcək, xeyirləri özlərinədir. Bir də bəlkə nədə əcr yalanır. Ancaq kimsə gedəcək, yenə evlənəcəksə, yenə müşrik arvadı ilə yaşayacaqsa, qızını müşrik ərə verəcəksə, bizim hüccətimiz var. Allah Azə və Cəllənin qarşısında biz insanlara nə etdik bunu? Dedik ki, bu din deyil. Bu heç kişilik də deyil. Bu alçaqlıqdır. Həm də Allah Azə və Cəllənin dininə qarşı zərərdir bu.